Dostlar, salam. Sizə çox səmimi bir sual verim. Heç olubmu ki, bir insanın adını çox yaxşı tanıyırsınız, üzünü də, həyatını da, keçmişini də bilirsiniz. Amma o ad bir anda dilinizin ucunda ilişib qalıb. Yaxud otağa girirsiniz və 2 saniyə sonra düşünürsünüz, bura niyə gəlmişdim? Və ən təhlükəlisi də budur ki, o anda insanın beynindən bir fikir keçir. Yoxsa başlayıb? Məhz bu sual çox insanı içərdən yeyir. Məni də bu mövzuda ən çox düşündürən budur. Nə xərçəng, nə infarkt. Məni bəzən ən çox qorxudan şey insanın öz yaddaşına qarşı inamını itirməsidir. Çünki yaddaş gedəndə insan təkcə məlumat itirmir. İnsan özünə olan təhlükəsizlik hissəsini də itirməyə başlayır. Bir neçə ay əvvəl çox güclü, çox təcrübəli bir həmkarımla danışırdım. Uzun illər çətin əməliyyatlar etmiş, onlarla insanın həyatını xilas etmiş bir həkim. Və o, bir gün gülərək mənə dedi, bir dəqiqə, nəvənin adını yadıma sala bilmədim. O bunu zarafatla dedi, amma gözündə qorxu vardı. Mən o baxışı yaxşı tanıyıram. 50 yaşdan sonra çox adamın baxışında o eyni sualı görürəm. Bugün məhz bu mövzudan danışacağıq. 50 yaşdan sonra unutqanlıq nə vaxt normaldır? Nə vaxt sadəcə yorğun beyindir? Və nə vaxt artıq təhlükə siqnalına çevrilə bilər? Sizə 3 fərqli hekayə danışacağım. Birincisi, yaşına baxmayaraq, yaddaşı hələ də çox canlı olan bir qadın haqqında. İkincisi, ilkin siqnallar görünəndə çox adamın ciddiyə almadığı bir kişi haqqında. Üçüncüsü isə sizin özünüzün də evdə edə biləcəyiniz çox sadə bir test haqqında olacaq. Çünki beyin lampoçka deyil ki, bir gün birdən sönsün. Beyin dəyişir, siqnal verir və çox vaxt bu siqnalları vaxtında görmək olur. Mən doktor Azərəm. Gəlin mövzunu sakit, dəqiq və qorxmadan açaq. Əvvəlcə ən vacib həqiqət. Hər unutqanlıq demensiya deyil. Bu cümləni əvvəlcədən çox aydın deyək. 50 yaşdan sonra yaddaşın bir qədər dəyişməsi çox hallarda xəstəlik demək deyil. Bəli, beyin gənclikdəki kimi işləmir. Bu təbiidir. Amma təbii dəyişiklik ilə patologiya arasında çox böyük fərq var. Normal yaşla bağlı unutqanlıq daha çox detallarda olur. Məsələn, açarı hara qoyduğunu unudursan, amma açarın nə işə yaradığını unutmursan. Köhnə bir aktyorun adı yadına düşmür, amma biraz sonra birdən xatırlayırsan. Bir otağa niyə girdiyini bir anlıq unudursan, amma sonra diqqətini toplayıb yenidən xatırlayırsan. Bu tip unutqanlıqların böyük hissəsi təhlükəli deyil. Onlar çox vaxt yorğunluq, diqqət dağınıqlığı, stres, yuxusuzluq və ya bir növ informasiya yüklənməsi ilə bağlı olur. Hətta bəzi hallarda insanın bu mövzuda narahat olması özü yaxşı əlamətdir. Çünki insan özündə dəyişiklik hiss edir, onu analiz edir, özünü müşahidə edir. Bu isə çox vaxt beynin tənqidi qiymətləndirmə funksiyasının qorunduğunu göstərir. Sadə dillə desək, problemdən narahat olan insanın beynində çox vaxt hələ də sağlam nəzarət mexanizmi işləyir. Bir hekayə. Problem yaddaşda deyildi, həyat ritmində idi. Bir pasiyentim olmuşdu. Adını dəyişərək deyim, Lidiya xanım. Keçmiş müəllimə idi. Nizam-intizamlı, səliqəli, məsuliyyətli biri. Bir gün çox narahat halda gəldi və dedi, doktor, mən yəqin ki, ağlımı itirirəm. Səbəblərini soruşdum. Dedi ki, bir neçə dəfə ütünü söndürməyi unutduğunu düşünüb geri qayıdıb. Damafon kodunu bir anlıq yadına sala bilməyib. Bəzi sadə şeylər üçün də özünə qəzəblənməyə başlayıb. Bunlar ilk baxışda qorxulu görünə bilər. Amma söhbət uzandıqca başqa mənzərə açıldı. Həyat yoldaşını itirmişdi. Uzun müddət demək olar ki, tək qalırdı. Yuxusu pozulmuşdu. Normal qidalanmırdı. Evdən çox az çıxırdı. Beynini stimullaşdıran, canlandıran, yükləyən, sevindirən şeylər azalmışdı. Burada əsas problem demensiya deyildi. Əsas problem beynin qidasız qalması idi. Mən qidadan təkcə yeməyi nəzərdə tutmuram. Beynin qidası təkcə vitamin deyil. Beynin qidası ünsiyyət, maraq, yuxu, yenilik, ritm, məna hissidir. Lidiya xanımın beyni sadəcə monotonluq, kədər və təcrid içində zəifləyirdi.
Belə hallarda insan çox vaxt unutqan oldum deyir. Halbuki beynin əsas problemi yaddaşdan çox həyatdan qopmaq olur. Normal unutqanlıq necə görünür? Gəlin bunu çox aydın sistemləşdirək. Normal yaşla bağlı unutqanlıqda adətən bunlar olur. Detalları unutmaq, bir sözü dərhal tapa bilməmək, adın dilin ucunda qalması, bir işin niyə yadına düşdüyünü bir anlıq itirmək. Amma burada əsas fərq budur. İnsan vəziyyəti sonradan düzəldə bilir. Yəni yaddaş tam dağılmır, sadəcə yavaşlayır. Biraz vaxt verəndə, ipucu verəndə, sakitləşəndə yaddaş geri gəlir. Bu çox vacibdir. Çünki normal unutqanlıq daha çox çıxış yolunu saxlayır. İnsan məlumatı birdəfəlik itirmir. Sadəcə ona çatmaq biraz çətinləşir. İndi gələk təhlükə siqnallarına. Bəs nə vaxt artıq bu sadəcə yorğunluq deyil demək lazımdır? Burada çox aydın qırmızı siqnallar var. Birincisi, insan tanış yerdə itir. Burada söhbət bir küçəni qarışdırmaqdan getmir. Söhbət uzun illər yaşadığı, bildiyi mühitdə yönünü itirməkdən gedir. İkincisi, xarakter nəzərə çarpacaq şəkildə dəyişir. Sakit insan çox əsəbi olur. Məsuliyyətli insan laqeyd olur. Səliqəli insan dağınıq olur. Üçüncüsü, gündəlik, əvvəllər avtomatik etdiyi işlər çətinləşir. Məsələn, sadə yemək hazırlamaq, pul hesabı aparmaq, tanış cihazdan istifadə etmək, dərman vaxtını qarışdırmamaq. Dördüncüsü, insan öz unutqanlığına məntiqli olmayan izahlar verməyə başlayır. Bəzən deyir ki, filankəs əşyaları gizlədir. Halbuki onları özü başqa yerə qoyub və yadında deyil. Burada məsələ yalan danışmaq deyil. Beyin boş qalan hissəni yanlış xatirə ilə doldurur. Beşincisi, danışıq dəyişir. Sadəcə söz tapmamaq yox, əşyanı və ya insanı qəribə, dolaşıq sözlərlə ifadə etmək, cümlənin ortasında mövzunu itirmək, fikri toplamaqda ciddi çətinlik çəkmək. Altıncısı, yaxınları tanımaqda qarışıqlıq. Bu xüsusilə ciddi siqnaldır. Əvvəlcə adlar qarışa bilər, sonra münasibətlərin özü qarışmağa başlayır. Burada artıq vaxt itirmək olmaz. Bir başqa hekayə. Başlanğıc çox adamın düşündüyündən daha səssiz olur. Bir kişi pasiyentim olmuşdu. 50 yaşlarının sonlarındaydı. Həyat yoldaşı onu qəbuluma gətirmişdi və cümləsi belə idi. Doktor, özü deyir hər şey yaxşıdır, amma məncə nəsə dəyişib. Belə hallarda ailənin müşahidəsi çox qiymətlidir. Çünki insan özündə gedən dəyişikliyi həmişə görmür. Söhbət zamanı ilk baxışda çox ciddi bir şey görünmürdü. Amma kiçik testlərdə, sadə tapşırıqlarda problemlər çıxdı. Ən əsas fərqlər bunlar idi. Həftənin günlərini qarışdırırdı. Adi məntiqi ardıcıllıq tələb edən hərəkətlərdə çaşırdı. Əşyaları qoyduğu yerləri unudanda başqalarını günahlandırırdı və öz vəziyyətində problem görmürdü. Bu çox vacib məqamdır. Normal unutqanlıqda insan çox vaxt məndə nəsə dəyişib deyir. Patoloji prosesdə isə bəzən yaxınlar bunu daha tez görür. Çünki beynin xəstələnən hissələrindən biri çox vaxt elə özünü qiymətləndirməklə bağlı olur. Yəni insan artıq problemin nə qədər böyük olduğunu hiss etmir. Beyində əslində nə baş verir? İndi bunu sadə dillə izah edim. Beyni böyük bir şəhər kimi düşünün. Neyronlar, evlər və binalardır. Onların bir-biri ilə əlaqəsi yollar, xətlər, ötürücülərdir. Normal yaşlanmada bu şəhər sadəcə bir qədər yavaşlayır. Bəzi yollar köhnəlir, siqnallar gecikir, amma ümumi sistem işləməyə davam edir. Demensiyada isə məsələ başqa cürdür. Burada sadəcə yavaşlama olmur. Burada bəzi sistemlər dağılmağa başlayır. Xüsusilə yeni məlumatı saxlamaqla bağlı sistemlər, məkan orientasiyası ilə bağlı sistemlər, danışıq, planlama və davranış nəzarəti ilə bağlı sistemlər. Ona görə insan uşaqlığını xatırlaya bilər, amma dünən nə etdiyini xatırlamaya bilər. Çünki beynin müxtəlif hissələri yaddaşın müxtəlif növlərinə cavabdehdir. Yeni xatirələrin qurulması ilə bağlı sahələr daha erkən zədələnə bilər. Köhnə, daha dərin yerləşmiş xatirələr isə hələ qalır. Bu səbəbdən bəzi insanlar keçmişi yaxşı danışır, amma yaxın zaman hadisələrində çox çətinlik çəkir. Demensiya birdən-birə yaranmır. Bu çox vacib həqiqətdir. Bir çox halda beyin dəyişiklikləri simptomdan illər əvvəl başlayır. Bəzən 10 il, bəzən daha da əvvəl. Bu isə çox vacib bir nəticə verir.
Deməli, gecikmədən əvvəl bir pəncərə var. Yəni profilaktika üçün vaxt var. Gecikməni ləngitmək üçün vaxt var. Bəzi riskləri azaltmaq üçün imkan var. Məhz buna görə bu mövzu barədə vaxtında danışmaq vacibdir. Çünki insan çox vaxt yalnız ağır mərhələləri xəstəlik sayır. Halbuki erkən siqnallar daha qiymətlidir. Demensiya riskini artıran əsas faktorlar. Burada bir həqiqəti çox aydın demək lazımdır. Beyin qalan bədəndən ayrı yaşamır. Yəni demensiya təkcə yaddaş xəstəliyi deyil. Yüksək təzyiq beyinə təsir edir. Diabet beyinə təsir edir. Piylənmə beyinə təsir edir. Hərəkətsizlik beyinə təsir edir. Xroniki stres beyinə təsir edir. Pis yuxu beyinə təsir edir. Xüsusilə yüksək təzyiq çox vacibdir. Çünki beyin damarları çox həssasdır. İllərlə nəzarətsiz təzyiq damar divarlarını zədəliyə və xırda qan dövranı problemlər yarada bilər. Diabet də eyni şəkildə təhlükəlidir. Glukoza sisteminin pozulması sinir toxumasına və damar sisteminə uzun müddətli təsir göstərə bilər. Yuxu mövzusu da çox vacibdir. Dərin yuxu zamanı beyin bir növ təmizlənmə rejiminə keçir. Gün ərzində yığılan bəzi maddələr daha aktiv şəkildə uzaqlaşdırılır. Əgər insan xroniki yuxusuzdursa, gecə tez-tez oyanırsa və ya keyfiyyətsiz yatırsa, beyin bərpası tam olmur. Yəni, mən az yatıram, amma öyrəşmişəm cümləsi beyin üçün həmişə yaxşı xəbər deyil. Mən sizə əvvəl dediyim o qadın, yaşı çox olsa da zehni hələ də canlı qalan qadın haqqında danışım. Belə insanlar təsadüf nəticəsində bu vəziyyətdə qalmırlar. Onların həyatında ortaq xüsusiyyətlər olur. Məsələn, mənim müşahidə etdiyim belə insanlarda adətən bunlar olur. Müntəzəm ünsiyyət, maraq hissinin qorunması, öyrənməyə açıq qalmaq, hərəkətli həyat və hər gün beyni hansısa formada işlətmək. Burada ən maraqlı məqamlardan biri budur ki, beyin üçün ən güclü məşqlərdən biri çox vaxt əslində ən sadə görünən şey olur. Canlı ünsiyyət, danışmaq, dinləmək, cavab vermək, hissləri oxumaq, zarafatı başa düşmək, mövzu saxlamaq. Bunların hamısı beyində çox geniş sistemləri eyni anda işlədir. Ona görə də tənhalıq və sosial təcrid beyin üçün ciddi risk faktorudur. İndi isə evdə edə biləcəyiniz sadə test. İndi sizə çox sadə, praktik bir yoxlama verəcəm. Bu test diaqnoz qoymur, amma siqnal verə bilər. Kağız və qələm götürün. Birinci tapşırıq. Bir dairə çəkin. Onu saat kimi düşünün. İçinə bütün rəqəmləri yazın. Sonra saatı 2-yə 10 dəqiqə qalmış vəziyyətində göstərin. Bu sadə görünür. Amma burada eyni anda bir neçə sistem işləyir. Məkan qavrayışı, planlama, diqqət və icra edici funksiyalar. Əgər insan bu tapşırıqda ciddi qarışıqlıq yaşayırsa, bu diqqətə layiq siqnal ola bilər. İkinci tapşırıq. Mən indi 5 söz deyirəm. Onları yadda saxlayın. Üz, məxmər, kilsə, çoban yastığı, qırmızı. İndi bunları təkrar etməyin. Sadəcə yadda saxlayın. Üçüncü tapşırıq. Bir dəqiqə ərzində mümkün qədər çox heyvan adı deyin. Bu tapşırıq nitq axını, semantik yaddaş və sürətli axtarışı yoxlayır. Əgər insan çox sürətlə tükənirsə və ya ilişirsə, bu da qiymətli siqnal ola bilər. Dördüncü tapşırıq. İndi əvvəlki 5 sözü xatırlayın. Neçəsini xatırladınız? 4-5 çox yaxşıdır. 3 qəbul oluna bilər. 2 və ya daha az artıq diqqət tələb edir. Beşinci tapşırıq. Bugün hansı gündür? Ay, il, həftənin günü, olduğunuz şəhər, bunları ardıcıl deyin. Bu da orientasiya funksiyası üçün vacib tapşırıqdır. Əgər bu testlərdə aydın çətinliklər varsa, bu məndə mütləq xəstəlik var demək deyil, amma bunu yoxlatmaq lazımdır deməkdir. İndi gələk ən praktik hissəyə. Əgər insan beynini qorumaq istəyirsə, nələr etməlidir? Mən bunu 5 əsas prinsipə bölürəm. Birinci prinsip hərəkət. Hər gün hərəkət. Çətin idman şərt deyil, amma hərəkətsizlik olmaz. Gündə 30 dəqiqə gəzinti belə beyin qan dövranına, təzyiqə, şəkərə və ümumi fəaliyyətə müsbət təsir göstərir. İkinci prinsip qidalanma. Beyin yağsız və keyfiyyətsiz qidalanmanı sevmir. Balıq, tərəvəz, zeytun yağı, qoz fındıq kimi qidalar beyin üçün çox faydalıdır. Çox şəkərli və çox işlənmiş qidalar isə uzun müddətdə mənfi təsir göstərə bilər. Üçüncü prinsip ünsiyyət. Beyin tək qalanda zəifləyə bilər. Mütləq insanlarla təmasda qalmaq lazımdır. Dost, ailə, qonşu,
kurs, klub, fərq etməz. Əsas odur ki, canlı ünsiyyət olsun. Dördüncü prinsip, zehni yüklənmə. Yeni şey öyrənmək, yeni dil, yeni musiqi, yeni bacarıq, yeni marşrut. Beyin yeniliyi sevir, rutində yavaşlayır. Beşinci prinsip, yuxu və stres. Kifayət qədər və keyfiyyətli yuxu beyin üçün bərpa mexanizmidir. Stres isə xroniki olanda beynin bəzi strukturlarına həqiqətən zərər verə bilər. Yəni təkcə əsəbləşdim mövzusu deyil, burada fiziki təsir var. Əlavələr haqqında qısa və dürüst. Bu mövzuda çox insan soruşur. Yaddaş üçün nə içək? Dürüst cavab budur. Möcüzəvi bir dərman yoxdur. Amma bəzi hallarda bəzi maddələr faydalı ola bilər. Məsələn, vitamin D çatışmazlığı varsa, B12 azdırsa, omega 3 az qəbul olunursa. Amma bunları kör-körana içmək yox, analiz və ehtiyac əsasında seçmək daha doğrudur. Beləliklə, ən vacib fikri bir daha deyim. 50 yaşdan sonra unutqanlıq çox hallarda normal ola bilər. Bu xüsusilə stres, yorğunluq, yuxusuzluq, tənhalıq və diqqət dağınıqlığı fonunda çox rast gəlinir. Amma bəzi siqnallar var ki, onları yaşdan da deyib keçmək olmaz. Əgər insan tanış yerdə itir, gündəlik işlərdə aydın çətinlik yaşayır, nitqi dəyişir, xarakteri kəskin dəyişir, öz problemində problem görmürsə, bu zaman mütləq nevroloq qiymətləndirməsi lazımdır. Ən vacibi isə budur. Demensiya birdən yaranmır. Deməli, gecikmədən əvvəl vaxt var və o vaxt içində çox şey dəyişmək mümkündür. Mən doktor Azərəm. Növbəti videoda çox vacib bir mövzudan danışacağıq. Yuxusuzluq necə gəlirsə elə də gedə bilər. 7 səbəb və dərmansız 12 üsul. Çünki bir çox insan yuxusuzluğu sadəcə sinirdəndir deyib keçir. Amma çox vaxt səbəb də var, çıxış yolu da. Sağ olun, salamat qalın.